Yani siz bu kadar pulunuz ola, yani Türkiye'de neçə eviniz var? Bunu deyərsiniz. Ben Türkiye'de 2 tane dairem var. Eyni gömləklə yəni gəzirəm. Düşünməyin ki, yəni onun paltarı yoxdur deyə belə şey deyir, onun adəti yoxdur. Adam yayınca. Hər cür qiymətlər də var yəni. Abi. Kameraya el sal oğlum. Bizde hayal şaka gibi şaka olur ama. İstanbul'da Halkalı'da bazar var. Altı bazar burada belə şeyler satırlar. Hadi gel Davut. Davut. Ne çok iyi ne çok kötü. Allahu Ekber. Ama bağırma fazla. Qiymətləri 10 TL, 5 TL. Baxın qiymətlərə. Baxın. Kasa 80 lira. Bir kasası 80 TL verirlər. 10 lira. Fərqli. 10 lira. Yarın 40 TL. TL 85 TL. Hörmətli izləyicilər, bugün sizə Türkiyədə qalan Tofiqin necə milyonçu olmağından danışacağım. Yəni hal-hazırda da oradadır. Nə qədər imkanı olursa olsun. Tofiq müəllim, siz bu imkanlamanızın səbəblərini deyə bilərsiniz bizim takipçilərə, zəhmət olmaz. Yəni qoy bilsinlər, bilməyənlər də ki, alver necə olur Türkiyədə eləmək. Alver'de para var. Alver'de olan pul hiçbir şeyde yok. Alver'de pul kazanır. Bilirəm, yəni siz bu qədər pulunuz ola, yəni Türkiyədə neçə eviniz var? Həqiqətən. Yəni onu da çəkib göstərəcəm də, icazəniz olursa. Türkiye'de bağlı. Bu niyə bu biznesdən əl çəkmirsiniz də? Sizə onu mən bilmək istəyirəm. Bunu deyə bilərsiniz. Ben Türkiye'de 2 tane dairem var. Bakı'da Bilirəm, bilirik onu. Bilirik. Naxçıvanda şəhərimizdə dairəm var. Yəni bu biznesdə pul var. Şey olmasa bu boyda insan biznes eləməz. Evet, pul var ki bu boyda adam günlük pazara. Ha, o da düzdür. Ticarette olan pul hiçbir şeyde yok. Neçə ildir Tofiq müəllim siz bu Ben 8 yıldır bu işin içindeyim. 8 ildir. Bağlı. Ayakkabılar mesela 300 TL, 100 TL. Ucuz mallar var. Ha, ucuz satırsınız deyə ona görə də alırlar da. Ha, Toptan isteyenler de olsa gönderebilirim. bildik.